Space xəbərə baxırsınız. Sənədsiz evlərdən danışacağıq. Bəzi qurumların sənədləri ilə alınan torpaq sahələrində tikilmiş evlərin sahibləri niyə öz mülklərini dövlət reyestrində qeydiyyata ala bilmirlər? İllər öncə plansız və sənədsiz tikilən evlərə hansı halda çıxarış verilməyə bilər? Bax, bu suallara cavab tapmağa çalışıb əməkdaşımız. Bələdiyyə sənədi ilə indiyə qədər çıxarış almağa cəhd eləmisiniz? Bəli, ala bilməmişəm, deyiblər mümkün deyil. Deyirlər ki, dövlət tərəfindən sərəncam verirlər, torpaqlar sənədləşdirilər, evlər sənədləşdirir, ondan sonra evin çıxarışını verərik. Bakı və Abşeron ərazisində sənədsiz evlərin sayı sürətlə artır. Bu vətəndaşlar kimi etibarnamə və ya bələdiyyə sənədi ilə həmçinin kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikir və ya torpaq alırlar. Əksər hallarda mülkiyyət hüquqlarını bilmədikləri və ya torpağın ucuz olması səbəbindən rəsmi sənəd tələb etmirlər. Xüsusilə də bələdiyyə sənədləri, ilkin araçlar və kənd təsərrüfatı təyinatlı torpaqlar əsasında əldə edilən torpaq sahələrinin mülkiyyət hüquqları sonradan Dövlət Reyestri Xidmət tərəfindən tanınmır. Bu isə gələcəkdə həmən torpaq sahələrinin üzərində tikilmiş fərdi evlərin çıxarışla təmin edilməsinə, yəni qeydiyyata düşməsini xeyli çətinləşdirir. Hazırda təkcə Bakı və Abşeron rayonu ərazisində 500 mindən artıq sənədsiz evin mövcud olduğu deyilir. Bu vəziyyət minlərlə ailə üçün gələcəkdə öz evlərinə qeydiyyata düşmək və ya bu mülklərə çıxarış almaq riskini minimuma endirir. Kolxoz və savxozlar tərəfindən, daha sonra rayon icra hakimiyyətləri tərəfindən, Bağlar İdarəsi və ən son bələdiyyələr tərəfindən vətəndaşlara fərdi yaşayış evlərinin inşası üçün torpaq sahələri ayrıldı ki, ayrılmış qərarlar üzərində tikilmiş fərdi yaşayış evlərinin bir hissəsi çıxarışla təmin olunsa da, lakin daha sonraki dövrlərdə verilmiş sərəncam və qərarlar üzərində tikilmiş fərdi yaşayış evlərinin təyinatlarının daha çox fərqli təyinat olması səbəbindən bu tip əmlaklar çıxarışla təmin oluna bilmir. Əmlak məsələləri Dövlət Xidmətinin əməkdaşı Ümid Həsənovun sözlərinə görə torpaq alarkən vətəndaşlar torpağın hüquq müəyyən edici sənədlərinə diqqət etməli ya da torpağın əldə edilməsini əsaslandıran notarial qaydada bağlanmış müqaviləni tələb etməlidirlər. Sənədlərin olması o deməkdir ki, yəni həmin torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır və torpaq sahəsinin əldə olmasına bağlı notarial qaydada müqavilə bağlanmalıdır. Yəni torpaq sahəsinin bəzi hallarda olur ki, vətəndaşlar torpaq sahəsinə dair etibarnamə əldə edirlər. Həmin etibarnamələr torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün əsas hesab olunmur. Xidmət rəsmisi torpaq sahələrinə vaxtilə bələdiyyələr tərəfindən verilmiş müxtəlif sənədlərin də hüquqi əsas daşımadığını deyir. Bu səbəbdən torpaq sahəsinin sənədlərdə göstərilən ünvanı ilə faktiki yerləşdiyi ərazinin üst-üstə düşüb düşməməsi mütləq dəqiqləşdirilməlidir. Bu vətəndaş tərəfindən dəqiqləşdirə bilməzsə, bizim ərazilərlərinə müraciət edərək ödənişli əsaslarla həmin torpaq sahəsinin sənəd üzrə yerini müəyyənləşdirilməsinə bağlı müraciət edə bilərlər. Bundan əlavə torpaq sahəsi alarkən torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi üçün nəzərdə tutulmuş ərazilərdə olmasına diqqət yetirməlidirlər. Ekspertlər isə deyir ki, vaxtilə hüquqi əsası olmayan sənədlərlə satılmış torpaqların mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmadığı üçün həmin evlərin çıxarışla təmin edilməsi ancaq əmlak amnistiyası əsasında torpaqların təyinatı dəyişdirilməklə həyata keçirilə bilər. Ölkəmizdə də ölkə başçısı tərəfindən çıxarışsız əmlakların çıxarışla təmin olması ilə bağlı amnistiya tətbiq olunarsa, bu qısa müddət ərzində 100 minlərlə çıxarışsız əmlakın çıxarışla təmin olunmasına səbəb ola bilər. Başqa bir tərəfdən isə bu əmlaklara çıxarışların verilməməsi səbəbindən vətəndaşlarla bərabər həmçinin dövlət büdcəsi bu sahədə gələ biləcək gəlirlərdən məhrum olmuş olur. Onu da bildirək ki, bu iş şəhərsalma və memarlıq ilə olduğu üçün ölkədə sənədsiz evlərə amnistiya tətbiq ediləcəyi gözlənilir. Rəşad Vəkiloğlu, Məhəmməd Həsənzadə, Space xəbər.